أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين أما بعد Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuh. Değerli Müslümanlar, her bir insanın necə də böyük arzusudur ki, istədikləri həyata keçsin. Allah'tan arzu etdikləri gerçək olsun. Bu inandırıcıdır ki, bütün insanların en büyük arzusu budur. Əlbəttə ki, burada Allah'tan qorxub Allah'a iman edən Müslümanlar nəzərdə tutulur. Ki bunların arzusu, məqsədi ancaq Allah'a dua edib və arzularına yetişməsidir. Amma əlbəttə ki, bizim Rəbbimiz, biz bilirik ki, eşidəndir, görəndir və biləndir. Əs-Səmi', Əl-Basir, Əl-Alim. Bu onun ad və sifətlərindəndir. O hər nəyi eşidir. Amma Allah'ın Resulü sallallahu aleyhi ve sellem dua için inanılmaz en güzel zamanları bizim için xüsusi olarak fərqli hədislərdə toplamıştır. Ki bu anlardan istifade edin, çünkü dua için inanılmaz zamandır. Yani bu məqamdan, bu zamandan istifade etsən, duan şəksiz qəbul olacaq. Zaten hər an dua etmək olar. Amma bu anları buraxmayaq. Biz də əlbəttə ki, dünya işlərimizdə də biz çalışırıq ki, hər işi öz yerində edək. Deməli, dünya və axirət işimiz olan o dua ki var, bu duanı da elmli şəkildə etmək lazımdır. Elmli şəkildə. Misal üçün, hələ başlamamışdan öncə bir misal gətirim ki, bu daha anlaşılan olsun. İnsan vardır ki, namaz qılır, necə arzuları vardır. Amma namazı qılan kimi durur, gedir, misal üçün su içməyə. Və yaxud da ki, namazı qılan kimi durur, gedir hansısa bir sadə bir işin dalıyca. Oysa, o bu dəqiqə elə bir andadır ki, namazdan ayrılıb, Allah ilə söhbət edib, mələklər onun ətrafını bürüyüb, onun mükafatlarını yazırlar. Bu, həmən vaxtı əlini qaldırıb da, daha doğrusu namazın həmən ardınca əl qaldırmaq yoxdur, amma dua etmək var. O, Rəbbinə dua edib də, ey ilahım, ey Rəbbim, yalvarıram sənə, bu arzun var, onu gerçəkləşdir. Deməsinin ən zəruri anında bu durub gedib sadə bir iş görür. O işlərini görəndən sonra gəlir, oturur, başlayır dua etməyə. Yəni, əlbəttə ki, ondan sonra da gəlsən, duan duadır. Amma sən gör nəyi qasırtdın. Ona görə dəyərli insanlar. İbadət də belədir. Ki, bəzi insanlar deyir, Allah bilir ürəyimi. Allah görür də mən nə demək istəyirəm. Niyə hələ biz Allaha gələndə necə istəyirik, edirik və deyirik ki, Allah da bilir də. Niyə? Niyə dünyanın ucuz insanlarına, vəzifəlilərə, rütbəli insanların qabağında, niyə onlarla görüşə gedəndə nə deyim ki, acığına gəlməsin düşünürük? O kimdir ki? Onun səndən fərqi geyimidir. Geyimindəki, çiynindəki rütbəsidir. Onun rütbəsi var, sənin rütbən yoxdur. Amma şəxsiyyətə gəldikdə isə tam bərabər adamlarıq. Onun məndən zərrə qədər üstünlüyü yoxdur. Nazir olsun, deputat olsun, dövlət başçısı olsun, şəxsiyyətimdən əsla üstünlüyü yoxdur. Amma rütbəsindən bəli üstünlüyü var. Hörmət, bəli hörmət edilməlidir. Çünki rütbəsi var, vəzifəsi var. Sənin ondan iş tələbinə getmisənsə, daha onun başına çığıracaq deyilsən ki. Bu ədəbdir.
bu etikadır, bu başqa. Amma biz Allahla görüşəndə niyə hələ belə düşünürük ki? Allah hər nəyi bilir. Tüm çıtlıya dua edir. Ayaqlarını ayaqlarının üstünə aşırdı. Özü üçün xəyallarında gözəl bir xəyalların içindədir. Amma ağzı zikr edir. Bu yaraşmadı ki bu. Yaraşmadı. Əlbəttə uzanan yerdə də zikir vardır. Buna məcbur olduqda. Daha Allahdan arzun var, istəyin var. Diz çök. Əllərini aç. Kədərli halda, möhtac halda yalvar və Allahdan istə. Budur Allahın bizə qoyduğu qaydalar, dəyərli insanlar. Bəli, deməli, duanı da edəndə elmli şəkildə edək ki, dualarımız da boşa çıxmasın. Allah Subhanahu taala Qur'an-ı Kərimdə Ğafir surəsi 60-cı ayədə belə buyurmuşdu. Əuzu billahi mineşşeytanirracim. Və qala rabbukum ud'uni astecib lekum. İnnellezîne yestekbirûne an ibadeti seyedhulûne cehenneme dâhirin. Rabbiniz belə buyurdu. Yalnız mənə dua edin və məndən istəyin. Kim mənə ibadət etməkdən təkəbbür edərsə, boyun qasırarsa, mən onu alçaldılmış vəziyyətdə cəhənnəmə sürükləyərəm. Deməli, Allah bizə deyir ki, mənə dua edin. Və qalə rabbukum ud'uni. Rəbbiniz belə dedi, mənə dua edin. Deməli, Allah bizdən tələb edir duanı. İstəyin məndən. Allahı da bezdirmişəm nədir? Allah bezər ki, bəziləri belə düşünür. Adam utanır Allahı, nə qədər istəyərləri. Bəs biz kimdən istəməliyik ki? Ocaqlardan, pirlərdən, daşlardan, meyyitlərdən? Əlbəttə ki, biz Allahdan istəyəcəyik. Səhabələr deyir, bizim duzumuz qurtaranda, duz hər zamanın ən ucuz məhsuludur. Duzumuz qurtaranda biz Allaha yalvarardıq. Ey Rəbbim Allah, sabaha mənim üçün duz almağı rahatlaşdır. Demirdi ki, duz göndər mənə. Duz almağı mənim üçün rahatlaşdır. Ya sən düşünmə, cibimdə pulu var, gedib pulumu verib alacağım. Allaha dua et, Allah asanlaşdırsın. O sənin üçün rahatlaşsın. Bəlkə də qapına göndərdi. Nə bilirsən ki? Belə olur bu hadisələr. Möcüzə deyil ki. Allah hər bir işi, hər bir möcüzəni elm çərçivəsində edir. Elm çərçivəsində. Bir də görərsən ki, ən çətin iş sənin qapına gəlib. Qapında bir nəfər çığırır, bağırır. Filan şeyi satıram, kim istəyir? Bu Allahın rahatlaşdırmasıdır. Ona görə Allaha dua etmək lazımdır. Allahdan istəmək lazımdır. Həm də gün ərzində minlərlə dəfə olsa belə istə. Amma məkanlarını, zamanlarını unutma. Ən gözəl dua zamanı gecənin son 1/3-dir. Yəni, səhər zamanı. Səhər hasandır? Səhər biz gündüzü bilirik. Səhər gündüz deyil. Səhər sübh namazından öncəki vaxtda deyilir. Sübhə yaxın vaxtlarda. Dəyərli insan, nə arzuların var? Necə vəzifələrin qapılarında saatlarla gözləmələr olur? Təsəvvür edin, gecənin son 1/3, yatmayın. Qalxın, o sübh namazına biraz qalmış zamanda dua edin. Dəstəmaz al, vitr namazını qıl, ən son gecə qılınan namazı. Və ondan sonra dua et, vitrin qunutunda dua et. Və yaxud da ki, namazı bitirdikdən sonra dua et. Namazı bitirdikdən namazın içindədir, indi bunlar sayılacaq. Yəni, duanın yerində dua edin. Gecənin son 1/3 ən inanılmaz zamandır. Hətta qüdsi bir hədisdə Allah belə buyurur. Varmı mənə dua edən, duasını qəbul edeyim? Təsəvvür edirsinizmi? Allah səslənir, səma qatına səslənir. Varmı məndən istəyən, duasını qəbul edim? Düşünürsənmi, biz yatmışıq? Allah bizi çağırır.
biz yatmışıq. Əlbəttə yatmaq haqqındır, ha. Sadəcə olaraq ən gözəl zamanlar bildirilir sənə ki, bu zamanlardan istifadə et. Ciddi bir işin olanda oyan, diz çök, yalvar. Bu ən gözəlidir. Və sonra azan və iqamə arasında, dəyərli insanlar, bu sayılanların hər biri səhih hədislərlə təsbit olunmuşdur. Amma bir-bir hamının qaynaqlarını demirəm ki, yəni zaman tutsun deyə. Azan və iqamə arasında, azan və iqamə, yəni azan bitdi, azan da deyəndə canlı azandan söhbət gedir. Səs artırıcı ilə də eşitdiyin azan sayılır, amma telefonun verdiyi azan keçərli deyil. O sadəcə olaraq məlumat üçündür ki, namaz vaxtı daxil oldu. Namaz üçün keçərli azan var, ha. O azanı qulaq asanda savab qazanırsan, ha. O canlı azandır. Ola bilsin ki, biri yerində düşünsün ki, bəs bizdə yoxdur yaxı canlı azan verən. Misal üçün, məscid yoxdur və yaxud da ki, məscid var, nə bilim, İranlıların düzəltdiyi qəribə musiqili azan verirlər, arasında şeir deyirlər, nəsə belə bir şeylər. Yəni, onlarla işimiz yoxdur. Rasulullahın öyrətdiyi azan yoxdursa məscid, sənin evindəki uşağına nə gəlir? 5 yaşlı, 6 yaşlı uşağa öyrət, uşaq azan versin evdə. Amma oğlan. Çünki azan kişinin görəcəyi işdir. Kişi səsləyər, qadın başqalarını səsləməz. Qadın sakit qalar. Bəli, deməli, azanı evində ən az yaşlı uşağın olsa belə, ona öyrət, sözlərini düz desin. Qoy o namaz vaxtı azan versin. Onun verdiyi azanın səsi sənin evinin hansı divarlarına dəyirsə, həmən evində şər qalmaz. Bütün şər qüvvələr azan səsindən qaçır. Çünki Allah azan səsinə elə bir rezonans vermişdir ki, onun dalğası bütün dalğaları məhv edir. Yəni, evdəki nə qədər şər qüvvə var, ha, o dalğa onların qulağını cingildədir. Onlar qaçırlar. Hətta Allahın Rasulü deyir ki, şeytandan tüstü çıxa-çıxa qaçır. Yəni, elə bil yanır, alov tutub onu. O qədər qaçır ki, o bizdən əl çəkən deyil. O qədər qaçır ki, səsin dalğası ona dəyməsin. Bax, ora qədər uzaqlaşır. Ona görə evlərinizdə azan verdirin. Özünüz ya övladınız azan verdirin. Və azan bitəndən sonra dua elə. Bəli, əllərini aç, dua elə. Allahım, nə istəyirsənsə onu de. Ən gözəl zamandır. Çünki indi Allahın namazına səslədin. İnsanları çağırıldı. Ona görə azan səsi eşidilən evlərə Allahın rəhmət mələkləri axın gəlir. Ki, burada Allah üçün çağırırlar. Burada namaza çağırırlar. Mələklər belə ora insanların arxasında namaz qılmağa gəlir. Sən nə bilirsən ki? Bəzi insanlar deyir, təkəm azan verinmi? Rasulullah deyir, sən niyə təksən ki? Sənə azan ver. Neçə məxluqlar sənin səsinə gəlir. Bəlkə də sən evində namaz qılanda, bəlkə də sənin arxanda 1000 mələk namaz qılır. Kişi, qadın fərq etməz. Yəni, sən namaz qılanda, cəmaət namazı qılın. Mələklər sizin ardınızda qalacaq. Rəhmət mələkləri. Deməli, bu da hədislə təsbitdir, ha. Sadəcə olaraq təkrarsızlıq olmasın deyə demirəm, çünki bu mövzu uzanır. Mələklər, katib mələklərimiz səninlə namaz qılmamış getmirlər növbələrini dəyişməyə. Bəli, deməli, azanla iqamə arasında dua et. Zaten azandan sonra 2 rükət sünnədə kim istəyir qıla bilir. Yəni, həmən ərəfədən istifadə et, dua elə. Sonra namazda səcdə halında dua et. Namazda səcdə halında. İstər fərz namazı, istər nafilə namazı. Amma ana dilində dua edəcəksənsə, yəni bir var Allahın Rəsulunun öyrətdiyi dualar, yəni zikirlər, müsəlman qalasında doludur.
hansı zikri istəyirsən. Seç, səcdə halında, elə fərz namazında da, nafilə namazında da. Səcdə halında oxu. Fərqi yoxdur. Birinci səcdə, ikinci səcdə, birinci rükət, ikinci rükət, fərq etməz. Hansı səcdədə edirsənsə et, amma həmişə eyni yerdə etmə. Bir dəfə birinci rükətin səcdəsində etdin, bir dəfə ikinci rükətin səcdəsində et, bir dəfə axırıncı rükətin səcdəsində. Bax, beləcə yerlərini dəyiş. Çünki bəzi insanlar hər namazın axırıncı səcdəsində edir. Bu doğru deyil, eyni yerdə həmişə etmək. Yerləri dəyişdir. Namazın səcdəsində dua et, yalvar Allaha. Resulullahın öyrətdiyini edirsənsə, hər namazda olar. Yox, Resulullahın öyrətdiyindən kənarda bir duan var. Ola bilər də Allah ilə sənin aranda bir şəxsi bir arzun var. Əgər belə olsa, öz ana dilində danışacaqsansa namazda, onda bunu nafilə namazında et. Nafilə namazı, yəni 5 namazdan başqa bütün namazlar nafilədir. Gecə namazı, gündəlik namazların nafilələri, dəst namazdan sonra qılınan namaz, azandan sonra qılınan namaz, bütün bunlar nafilədir. Həmən namazın səcdəsində elə ana dilində də dua et. Deməli, hər namazın səcdəsində dua et. Çünki Allahın Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, qulun Rəbbinə ən yaxın məqamı səcdə halındadır. Sən kimə səcdə etmirsən? Allaha. Təsəvvür edirsənmi? Allah öz quluna baxır, qulu onun qabağında əyilib ona yalvarır. Allah bilirsən nə deyir belə qulsun? İnnallaha hayyiyyun kerimun yestahyi min abdihi izə rəfa'a yədeyhi ileyhi ən yaruddahuma sıfra. Ravahu Abu Davud. İmam Abu Davudun rəvayət etdiyi bu hədisdə Allahın Resulü Allah barəsində belə deyir. Heç bir şübhə yoxdur ki, Allah həyalıdır və kərimdir. Bir qul əllərini açıb Allaha yalvarırsa, Allah həya edir onun əllərini boş geri qaytarmağa. Subhanallah. Allah səndən həya edir, sən əllərini açıb gözyaşlarınla Allahdan istəyəndə. Heç belə qulun duası geri qaydar. Heç biz insan olaraq ağlımız onu kəsmir. Bəs niyə bizim bəzi istəklərimiz həyata keçmir? Bax, bunun üçün dəyərli insanlar tələsməyin. Heç vaxt tələsmə. Sən ən gözəl formada Rəbbinə yalvar. Sənin Rəbbin mülkün və mərhəmətin sahibidir. O, bunu sənə çox görməz. Sadəcə olaraq ən gözəlini o bilir. Bunu burax Allahın üstünə. Allahın öhdəsinə qoy. O ən gözəl bildiyini sənin üçün edəcəkdir. Narahat olma. Sən duanı elə. Deməli, səcdə halında dua elə. Sonra, cümə gününün son vaxtı, cümə günü, yəni həftənin 5-ci günləri məğrib namazına biraz qalmış. Yarım saat kimi, 20 dəqiqə kimi, 1 saat kimi, yəni o civar. Bir həftənin ən ideal zamanlarından biridir. Cümənin son saatı. Duaların geri qayıtmayacaq bir vaxtıdır. Ondan da istifadə edin. Çox müsəlmanlar ümumiyyətlə bütün işlərini atır. Cümənin son saatında onlar evlərinə qapanır və yaxud da ki, məscidlərə qapanır. Onun bir yerində sakitcə oturur, Rəbbi ilə söhbət edir. Bax, o anı unutmayaq. Sonra, hər namazın ardıca, fərz namazlarının ardıca edilən dua. Fərz namazlarının ardıca edilən dua 2 vaxtdır. Əsli, ən doğru olanı namazın sonu, yəni təşəhhüdü deyəndən sonra. Elə ki, namazda təşəhhüdü dediyin, Ət-təhiyyatü lillah və salavatu və tayyibat, təşəhhüd bitdi, salamlar bitdi, çiynə hələm salam verməmisən. Başını döndərib çiynə salam verməmiş dualar elə. Bayaq danışdığımız kimi, Resulullahın öyrətdikləridirsə, yəni sünnədə varid olan dualardırsa, nə qədəsini istəyirsən, 3 dəqiqə, 4 dəqiqə, 5 dəqiqə, əgər cemaat namazı deyilsə, cemaatı incitmə.
özünsənsə, nə qədər istəyirsən və yaxud da ki, ailənlə birlikdəsən. Yəni problem deyil, yəni onlar da inciməzlərsə, o zaman bax, həmən andan istifadə et, bacardığın duaları et. Yox, əgər ana dilində də bir şey istəmək istəyirsənsə, o zaman bunu nafilə namazında, elə həmən bu yerdə öz Rəbbindən ana dilində də dua eləyib istəyə bilərsən. Namazın ardıyca deyəndə, yəni namazın sonunda bura nəzərdə tutulur. Deyim ki, bəs bəziləri belə düşünür ki, namaz bitəndən sonra dua edirəm. Problem yoxdur. Namaz bitəndən sonra da dua edə bilərsən. Amma əlini qaldırma. Duada əl qalxar, duanın ədəblərindəndir. Dua edəndə əl qalxar. Amma nədənsə Allahın Rasulundan namazın ardıyca etdiyi dualarda əlini qaldırmazdı. Bəli, Allahın Rasulü də namazın ardıyca dua edib. Amma əlini qaldırmayıb. Zikir var da namazın ardıyca edirik. Nə qədər dualar və zikirlər var. Namazın ardıyca edirik. Əlləri yanında olub. Yəni budunun üzərində yerə qoyub necəsə, amma əllərini açıb dua etməyib. Namazın ardıyca. Digər vaxtlarda bəli, əllərini açıb dua edib. Namazın ardıyca kim də dua edəcəksə, əlini açmasa, sırf sünnəyə riayət etmiş olur. Yəni Rasulullah'a tabi olmuş olur. Deməli, namazın ardıyca edilən dualar geri qayıtmaz. Ona görə də ki, bəzi insanlar, bayaq qeyd etdim bunu, namaz bitən kimi durur, yəni hansısa bir işin ardıyca, tələsmə, ən gözəl məkandasan və ən gözəl durumdasan, namazı qılmısan, mələklər sənin mükafatını yazır və rəhmət mələkləri başının üzərində qalıb. Allahın Rəsulü deyir, namazı bitəndən sonra olduğu yerdə durub da, dua və zikirlərini edən adama nə dua edərsə, Allahın rəhmət mələkləri deyir, ey Rəbbim, bu quluna rəhm et, ey Rəbbim, bu qulunu hidayət et, arzularını ver, təsəvvür edirsən, mələklər sənin üçün dua edir. Allahın Rəsulü bilirsiniz nə deyir burada? Ta ki o qul yerini dəyişənə qədər. Yəni o qul ki durdu oradan, getdi başqa yerdə oturdu və yaxud da durdu, getdi su içdi. Yəni bunları edə bilər də, haqqıdır. Amma o vaxta qədər sənin üçün mələklər dua edir. Durdunsa onlar daha öz işinə gedir. Ona görə namazdan sonra namaz qıldığın yerdə oturub da duaları, zikirləri etmək çox gözəldir. Sonra oruç tutan adamın iftar ərəfəsində etdiyi dua. Yəni, oruç tutan birisi ki var, iftar süfrəsinə oturub, iftarı gözləyir. Bu bilirsiniz nə deməkdir? İnsanın ən zəif yeri nəfsidir, acılığıdır. Sən gün ərzində ac və susuzsan, oturmuşsan, amma qabağında yemək var. Sən əlini atıb onu yemirsən. Susuzsan, o suyu içmirsən. Bəlkə də xəstəsən, diabetsən, şəkər xəstəsisən. Halın yoxdur. Bədənin əsir, amma sən yemirsən. Niyə yemirsən? Sən deyirsən ki, mən Rəbbim üçün oruç tutmuşam. Sənin Rəbbin bu zamanı qaçırdar. Sənin Rəbbin sənin bu zamanda əlini açıb da, ey mənim ilahım, mənə şifa ver. Və yaxud da filan bacıma, qardaşıma şifa ver. Səni bir evə dəvət ediblərsə o iftar süfrəsinə, o süfrənin əhli üçün dua et. Sənin heç duan geri qaydar, sən Allah üçün yemirsən. Halbuki səni heç kəs saxlaya bilməzdi. Açsan, susuzsan, xəstəsən, yemək istəyirsən, amma yemədin. Ona görə də Allahın Rəsulü deyir, ey oruç tutanlar, iftar vaxtı dua edin. Oruç tutanın duası geri qayıtmaz. Və Rasulullah da qonaq çağırıldığı evlərdə həmişə belə dua edərdi. Allah sizin süfrənizdə oruç tutanları iftar açdırsın. Yəni, oruç tutanlara iftar süfrəsi verməyin özü ən gözəl qonaq çağırmaqdır. Ən gözəl qonaqdır oruç tutan birisi. Sənin evində iftar açacaqsa. Sonra bunlardan biri də Ərəfə gününün duasıdır. Ərəfə günü həccə gedənlər bilirlər, yəni qurbandan bir gün qabaqdakı gündür ki, həmən günün duası da inanılmaz təsirli duadır.
zamanlarındandır. Və sonra yağışın yağdığı zaman edilən dua, yağış yağarkən edilən dua. Allahın Resulü sallallahu aleyhi və səlləm yağış yağanda təbiidir ki, onlar yağışı necə sevinclə gözləyirlər, çünki möhtac idilər yağışa. Amma bütün buna baxmayaraq, yağış yağdıqda sevinərək əbasını açar və sanki yağışı qucaqlayırdı. Sanki yağışı bağrına basırdı. Sinəsinə yağış tökülər, saqqalından yağış damlalanar və deyərdi, bu damlalar Rəbbimin bərəkətidir, üzərimizə yağır. Rəbbimizin yanından, Rəbbimizin əmri ilə ayrılıb gəlir. Bərəkətlə gəlib. Dua edin ey insanlar. Duanın ən gözəl zamanlarındandır. Ona görə də yağış yağarkən dua etmək duanın ən təsirli zamanıdır. Çünki yağış yağanda Allah həmən əraziyə bərəkət yağdırır. Yağışın hər damlası bərəkətdir. Hər damlası və hər işi möcüzədir. Möcüzə. 100.000 ton misal üçün su buluddadır, amma bulud nə texnikadır, nə texnologiyadırsa, buluda necə bir sifariş edilibsə, o hər yağışı damla-damla buraxır. O 100.000 ton suyu başımıza töksəydi nə olardı? Bütün yaşayışımız məhv olardı. Gör Rəbbimiz Allah heç onu ovuc-ovuc da tökmür. Damla-damla, yəni sən heç inciməyəsən. Başına onun damlası düşəndə o sənin sinirlərini sakit eləyir. Hələ sənin başına vedrə ilə su tökülsə necə olur? Biz necə oluruq belə olanda? Bütün sinirlərimiz oyanır. Qəzəblənirik. Biri sənə su səpəndə. Amma Allahın yağışının altında qalanda bütün sinirlər sakit olur. Hələ bir onu yoxlayın, dəyərli insanlar. Daha soyuq, rütubətli havadan danışmırıq. Əlbəttə, isti vaxtlardan danışılır. Yağışın damlaları insan sinirlərini sakit edir. Yağışın suyu ən distirə edilmiş sudur, ən təmiz sudur. Yaxın keçmişdə insanlar onun suyuyla saçlarını yuyardılar ki, saç tökülməsinin qarşısını alan sudur. Əlbəttə, yağış suyunu lizmanlardan yığırsansa, lizmanın birinci yağışın bir 10-15 dəqiqəsini burax, qoy lizmanın tozu təmizlənsin, sonra gələn sudan götürmək və onunla saçı yumaq, dərini çox tərabətli edir yağış suyu. Hətta o sudan içmək olur. Və ola bilər bəziləri düşünsün, yağışın suyunu içək, o dama dəyir, damın suyudur, damın suyu axır. Əvvəldən dedik, bir 15 dəqiqə burax, yəni toz geçsin. Və ondan sonra gələn su təmizdir, hətta içməyə belə təmizdir. Bilirsiniz, o suda bir təhlükə yoxdur. Damdan axan suda bir təhlükə yoxdur. Təhlükə bilirsiniz haradadır? Bizim supermarketlərdə, hiperlərimizdə, gözəl kağızlara bükülmüş, baxanda diqqəti çəkən yeməklər var, şirniyyatlar, konfetlər, nələr. Zəhər olardı, zəhər yağışın damlası deyil. Yağışın damdakı tozu belə sənə zərər verməz. Çünki o toz belə bizim torpağımızdır, bizim cinsimizdir, bizim oradan yaranıb ora gedəcəyimizdir. Onlar bizə zərər verməz. Torpaq bizə zərər verməz. Yağış bizə zərər verməz. Toz bizə zərər verməz. Bizə zərər verir marketlərimizin məhsulları. Bizə zərər verir xəstə heyvanların yeməyimiz, qolbasalar və nələr. Yəni, bəzən biz zərər vericilərə pul verib alırıq, amma halal və havayı olan xeyir vericiləri isə bu zərərdir, buna toz dəydi, bu olmaz deyə özümüzü məhrum edirik. Bəli, dəyərli insanlar, yağış yağarkən edilən dua müstəcəb dualardandır. Və bir də dəyərli insan, yaxşı iş gördünsə, misal üçün bir yoxsula yardım etdin, Allahın kitabını oxudun, yəni yaxşı iş görmüsən də, bax bu iş bitəndə dua elə. Duanın ən gözəl zamanlarındandır. Dəyərli müsəlmanlar, Allah bizə duaların ən gözəl zamanını müvəffəq eyləsin və gözəl işlər gördürüb ardıca Allaha dua etmək zövqünü bizə yaşatsın
və gecə namazlarına qalxıb, gecə namazlarında Allaha dua etmək iradəsini bizdə gücləndirsin. Dəyərli insanlar, bu zamanları dəyərləndir, yadda saxla və bu zamanları heç vaxt boşa buraxma. Allah bütün müsəlmanların dualarını qəbul eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.